Ölçü sistemlərinə aid məsələ həllərini, yəni müxtəlif formalarda qarşımıza çıxır. İlkin formalardan birinə baxaq. Bizdən soruşulur, əgər bir səhifədə 64 simvol və hər vərəqdə və yaxud səhifədə 32 sətr varsa, 8 kilobayt ölçülü informasiya neçə səhifəyə yerləşər? Biz ilk öncə məsələləri həll etdiyimiz zaman məsələ daxilində verilənləri özümüz üçün qeyd edək. Misal, simvollar, yəni ki, artıq bizdə 64 simvol var, qeyd edirik. Sətirlərimizin sayının 32 olduğunu görürük. Həmçinin həcmimiz də 8 kilobaytdır. Bu tipli məsələlər əsasən bayt üzərindən aparılır. Yəni, bu tipli misallarda həmişə bayt üzərindən keçmək lazımdır. Və artıq bizdə tapmalı olduğumuz hissənin səhifə olduğunu rahat şəkildə görürük. Yəni, biz burada artıq səhifəni tapacağıq. Səhifənin tapılması üçün ümumi biz düsturumuzla tanış olaq. Ümumi düsturumuz həcm bərabərdir səhifə, sətr, simvoldur. Yəni ki, bir məlumatın həcmi səhifə, sətr və simvolların ümumi hasilinə bərabərdir. Buradan səhifə soruşulduğundan səhifə bərabərdir həcm bölünsün sətr və simvol hasili olacaqdır. Və eyni biz qiymətlərimizi yerinə qoysaq, həcmi bayaq biz çevirdiyimiz zaman tapdıq ki, 8192. Gətirib yerinə qoyduq. 8192-ni böləcəyik. Sətr və simvol, yəni sətirlərimizin sayı 32, simvollarımızın sayısı 64-dür. Və artıq ümumi 8192-ni 64-32-nin hasili, yəni 2048-ə böldükdə cavabın 4 aldığını görərik. İnformasiya tipli, yəni misal həllərində növbəti bir versiyada artıq müəssisə işçiləri haqqında anket məsələsi kimi baxaq. Artıq burada sual belə qoyulur. Müəssisədə 64 işçi işləyir və hər işçi haqqında 64 səhifədən ibarət şəxsi iş var. Hər səhifə 64 sətirdən, hər sətr isə 64 simvoldan ibarətdir. İşçilər haqqında ümumi məlumat bir lazer diskinə yazıldıqdan sonra qalan boş yerə neçə ədəd ağ-qara şəkil yazmaq olar. Göründüyü kimi, burada artıq məsələnin şərti nə qədər uzun olduqda və rəqəmlər nə qədər çox olduqda istər-istəməz tələbələrimiz bunu əziyyət çəkir. Amma belə baxaq, müəssisədə olan işçilərin sayını qeyd edək. Yenə verilənlərimiz arasında səhifələrin sayı, sətr sayı, simvol sayı. Həmçinin əlavə şərtdə verilən lazerin diski 700 MB, həmçinin soruşulan şəklinin, ağ-qara şəklinin həcmi də 6144 kilobaytdır. Və biz burada belə bir şey yaparaq, artıq bu tip misalları və yaxud da məsələləri ölçünün, yəni yaddaş ölçüsünün, yəni lazer diski olsun, flash kart ola bilər, floppy disklər ola bilər. Hər nə idisə onun ölçü vahidinə keçərək aparmaq daha məsləhətlidir. Deməli, artıq bizdə lazer diski həcmi megabaytla olduğundan, artıq biz bunu rahat şəkildə megabayta çevirəcəyik. Həmçinin siz bunu bayt üzərindən də apara bilərsiniz, yəni bir fərq etməyəcək. Ağ-qara şəklin ölçüsü 6144 kilobayt. Bunu ümumi çevirsək 6144 bayta və ya 6 megabayta bərabərdir. Bayaq biz anket məsələsində, kitab məsələsində demişdik ki, həcm, sətr, səhifə, simvolun hasilidir. Artıq burada bu tipli məsələlərdə həcmi, adam sayını, səhifə sayına, simvol sayına və sətr sayına bir-birinə vurarıq. Artıq lazer disk minus anket həcmi o deməkdir ki, artıq təsəvvür edin ki, bir flash kart olsun, hər hansı bir disk olsun, bir məlumatı yüklədiyimiz zaman, yəni həmin diskə yüklədiyimiz zaman anketin həcmi nə qədərdirsə, artıq o, həmin flash kartın yaddaşında da o qədər yer tutacaq. Artıq, yəni ki, tutduğu yerdən əlavə də boş qalan yer bura olacaq. Təzədən
elə bil ki, boş qalan yerlərə ixtiyari bir məlumatın neçə dəfə yüklənəcəyi də soruşula bilər. Bu zaman boş qalan yer bərabər olur lazer disk minus anketin həcmi bölünsün dəfə ilə soruşduğundan ağ-qara şəklə. İndi həllinə keçsək, deməli, anket həcmi demişdik, adam sayı vurulsun səhifə sayı, simvol sətr sayı 64, 64, 64, 64. Yəni, ümumi götürsək, küst 6, küst 6, küst 6, küst 6 almış olaraq küstü 24 bayt və ya 16 megabayt. Deməli, bundan sonra boş qalan yer gətirib düsturumuzu yerinə qoysaq, diskin həcmi, lazer diskin həcmi 700 megabayt, çıxılsın 16 megabayt. Bölünsün şəklin, qara şəklin həcmi 6 megabayt. Deməli, bundan sonra 700-dən 16 çıxıb 684 bölünsün 6 megabaytı. Alarıq ki, 114. Bu tipli misalların düstur forması budur. Adam sayı verilirsə, adam sayının düsturu. Əgər bir flash karta sadəcə anket soruşulursa ki, yüklənməsi, yəni anketin yüklənməsi soruşulursa, yalnızca anket yüklənib, boş qalan yer soruşularsa, bu düsturdan istifadə edirik. Həmçinin boş qalan yerə də əlavə bir mahnı faylı olsun, yəni səs faylı olsun və ya ixtiyari faylı soruşularsa, bu düsturdan istifadə etməyinizi məsləhət görürəm. Ümumi düstur ekranı bir müddət saxlayıram ki, rahat şəkildə bir yerə qeyd edə biləsiniz.